Acımasız yaşam yeterince büyüdük. Hevesten vazgeçe kadar bıktım bak babadan. Alkışlar alkışlar. Bizim o kadar yaklaşma değil. Təbriklər. Yeninizə olsa çox belə girməyinizi tövsiyə eləmirəm, amma çox da girin. Çox da hizmət deyil. Girin sizə girin. Qazan. Nəysə, ilk öncə sloqanımızdan başlayaq. Hər kəsə salamlar. Sloqanımız budur ki, burada nasıl yaşıyorsunuz? Burada nasıl yaşıyorsunuz? Niçin burayı temizlemek ve tamir etmek için çaba göstermiyorsunuz? Nəysə, hər şey keçdim. Çox gecikdirmədən. Suallara başladık müəllim. Başlaya bilərsiniz. Buyurun. Birinci sual vereyim. Buyurun. Müəllim, Bəli. dünya yumrudur. Bəli. Dünya yumrudsa, yer niyə düzdür müəllim? Ay açıqla. Yaxşı, bax. Yerin diametri o qədər böyükdür ki, bax, çəkirəm sənə yer. Bunu bəlkə də miqyas olaraq mən burada bir nöqtə yazsam və burada sıfırları düzməyə çalışsam alınmayacaq. Bəli. Bu da deməkdir ki, Bir dünyadan sən bu əyrini, bir anca belə əyrini hiss eləmək üçün gərək bu miqyasa aid olasan. Rəşdün? Bəli müəllim. Bu miqyasa aid ola bilsən əgər, onda sən bu yumruğunu hiss eləyəcəksən. Yo, yəni Məsləhətim çox sağ olsun. Hər kəsə çox sağ olun. Yani sen spikerin üzüğü var ya. Onu getirin evladım. Müəllim, kameranıza sox. Fix dəmir. Amma ehtimamla yenə də deyirəm. Yaxşı. Bəli, müəllim. Yetər qədər yaxşı. Yəni yer belə deyil. Yer belə dağlardan ibarət yerdə belə bir şey yoxdur yəni. Bəli. Buradan da belə sular axır zat. Yəni belə bir şey yoxdur. Yəni o sizin markerimizi çox sağ olun. Köməkçilərimiz buradadır. Çox sağ olun, çox sağ olun. Hə. Yəni bu artıq yerin vəziyyəti deyil. Çünki sən burada artıq belə olsaydı, hə, sən günəşi necə buradan çevirəcəydin, gətirəcəydin bura. Və yaxud da ki, ay necə gələcəkdi buradan bax bura. Olmayacaq yəni. Qısaca. Bunu deyim ki, yer yumrudur və yerin düz əyri olmasını hiss eləməməyin səbəbi isə sənin o miqyasa aid olmamağındır. Tamam, başka sual verdik. Bəli müəllim. Seyircilərimizə bir yerdə sual gəlir. Yani güneş kainatda atsa, kainat niye karanlık? Kainatın qaranlıq olmasının səbəbi, kainatın qaranlıq olmasının səbəbi, yəni Allah elədir. Bir ildə 365 gün 6 saat var idisə, biz ne yılbaşına, yəni Merry Christmas'ı 12'də deyirik. Təbrik edirik. Geriyə qalan 6 saat araya gedir. Geriyə qalan 6 saat hər 4 ildən bir. Ha bu 29 fevral deməkdir. Ha, fevralın 29'una düşür. Fevralın 29'una. Mən fevar yazdım yo. Febar. Febar. Neyse siz fikir vermeyin. Bəli Yəni müəllim. fevralın 29'unda sən bu 6 saatlıq şeyi düzəldirsən. Qoyursan internetin cəlbəlibə. Amma belə qalsa sən düz deyil yəni. Həqiqətən də dediyin şey düz deyil. Mən bir vaxt sonra götürək də biz 0-0 da eləyirik. Yəni Merry Christmas deyirik bir-birimizə. Amma məsələn biz deməliyik 0.2-də. Rüşdün. Saat 2-də zata deməliyik. Əslində həqiqətən olan budur. Dünya yer üzərində günəş Sözümüzə verir bir cümlə. Ne kadar komik. Sözümüzə verir bir cümlə. Daha başka sual var. Müəllim, sualım belədir. Sabun yerə düşsə, yer təmizlənər, yoxsa sabun kirlənər? İlk öncə bu sualı belə cavab vermək istəyirəm ki, sənin verəcəyin suala. Sual Daha sonra isə bunu deyə bilərəm ki, əgər ki yerə düşmüş bir sabun yanında bir qala dərili yoxdursa, problem yaratmır. Bəli. Əgər ki problem yaratmırsa və yaxud da həbsxanada deyilsə, heç bir problem yaratmır. Yəni məsəl üçün dövlət hamamında olsam, yox, problem yaratır. Problem yaratır. Bax, sən həm yeri təmizləyirsən, həm də sabunu kirlədirsən. Burada düşdün, əslində sənin sualın cavabı hər ikisidir. Üzümə bu qədər yaxınlaşdırma. Bəli, buyurun, başqa bir sual. başqa bir sual. Bəli, bəli. Sen de bilmədin. Müəllim, axırıncı bir dənə sualımı vereyim. Təbii. Müəllim, insanlar dünyaya bir dəfə gəlir də. Bəs kosmonavtlar niyə 2 dəfə gəlir?
Ben bu sualımı aydınlaşdıra bilərsiniz. Gecə Bu mən sual bu üçün sənin lövhəyə ehtiyac yoxdur. şişmədən yata bilməmişəm. Bu sualı sənin lövhədə başlamaya ehtiyac yoxdur. Bunu deyə bilərəm ki, Kodu ya. nəysə, sualınız nədir? Bir də təkrarlaya bilərsiniz hamısa. Mənim sualım belədir. Hamı dünya bir dəfə gəlirsə, kosmonavtlar adam deyil, kosmonavtlar 2 dəfə gəlir axı. Kosmonavtların dünyadan qaçma səbəbi var. Şeytan onları qaçırır, boş işlən dost. Ben- Şeytan onları qaçırdırsa, Təzən qayıdırlar axı onlar. qayıdır da. Yola düşür. Bomba bir dənə sual var. Yola düşür. Yola düşür. Başa düşsən. Ay, yola düşür deyə. Bəyənmədim. Axırda gəl təzədən gəl Azərbaycana gəl dünyaya. Bəyənmədim. Mənim bir dənə sual var müəllim. Çox Hə. əfsanəvi sual. Buyurun. İnternet olmadan internet yükləyə bilmiriksə, internet tapan adam internet necə yüklər? Icardi bilmiyorum diyor. Bir dənə sual verək ondan sonra. Aha. Saatı tapan adam saatın neçə olduğunu adam bilir. Deyə bilər. Amma güneşdə, hə, güneşin Onu deyə kölgəsi bilər. ilə. Onu deyə bilər. Başlamısan. Yaxşı. Bax. İlk dəfə, yəni interneti yaradan adam, təbii ki də indi bu şey eləyənməz də, indi götürəklər bütün dünyanı bir-birinə əlaqələndirənməz. Necə başlayır? İlk öncə 2 dənə kompüter yaradır özü üçün. 2 dənə kompüter yaradır, düz deyil? Daha sonra isə bunun arasında yarada biləcək interneti, yəni hansı ki biz o vaxt ona internet demirdik. Yəni biz bunu kabellə qoşa bilirik o vaxt. Bu necə işə yarayırdı? Götürək də buradakı məlumatı şagird. Bravo. Deməli, buradakı kompüter məlumatlarını götürür atır bura. Düz deyil? Bəli, müəllim. Amma bu çox vaxt aparırdı o vaxtı. O heç. Daha sonra isə artıq texnologiyanın gəlişməsindən bir yerdə bu iki kompüter arasındakı əlaqəni biz artıq simsiz eləməyə başladıq. Simsiz kabelə keçməyə vaxtı artıq çox da belə uzun bir vaxt deyildi. Hardasa 20 il, 30 illə demək deyil ki, hətta bizim artıq simsiz kabellərimiz var. Deyə bilərəm ki, yəni qısaca simsiz kabelə keçməyimiz o qədər də çox belə uzun vaxt əvvəl almamışdı. Yəni bunu da deyə bilərəm ki, qısaca kompüterlər o vaxtı belə qaldı çox da güclü deyildi. Yəni artıq çəkirdi. Bir məlumat belə 1 kilobayt məlumat belə 1 kilobayt məlumat belə bizə gəlirdi hardasa satırdı 6 günə zada. 6 günə gəlib satırdı. Tamam, okey müəllim, başa düşdüm. Son sualınızı Son verin, verdik. burada videomuzu bitirə bilərik istəyirsiniz. Bir dənə riyaziyyat yaxşı bilirsəniz arkadaşlar. Təqribi belə də. Tamam, onu yuxarı yaz 9 çıx. 9 çıx x kvadratı. Yəni kvadrat təni eləyəmirəm. Hə, 9 çıx x kvadratı. 9 x kvadratı. Sonra y bərabərdir. Aşağıda nə? Yanına yaz. Y bərabərdir. X üstə gəlsin A few moments later. 79 çıx x kvadratı. 2,000 years later. Üstə gəl, x üstə gəlsin 7 One eternity later. x kvadratı. Mənim saqqalınızı geyirtlə vursunuz, yoxsa? Onun da kvadratı, onun da kvadratı. 2 Deməli, bunu deyə bilərəm ki, burada sadəcə müxtəsər vurması görürəm. Burada sadəcə müxtəsər vurması görürəm. Bu da nədir? 3 sıxılsın x. 3 üstə gəlsin x. Bir dənə bunu gördüm. Sonra buna Çox biri oxuyur belə. Heç arxadan var. Şeydən içində bu müxtəsər vurması üsulunun açılışına oxuyur, hansı ki buradakı pilosuna. Sonra x-ə 1 qoysan, burada yerinə qoysan. Tamam hocam. Bacım yox, bir dəqiqə. Sən mənə bu sualı verdin, düz Hə. deyil. Birinci cə özün həll elə, gör Tamam. eləyə bilirsən. Gəl edeyim, ən gözəl. O, müəllim şagirdi lövhəyə dəvət elədi. Bəli. Yaxınlaşdırma o qədər kameranı. Aha, şu, dayan, çək, bir. Açalım bir dənə qapağını. Şagird lövhəyə çıxdı. Şagird lövhədədir. O bir daha yaxşıdır belə. Baxınızı eləmişdim. Başıma dönüm. Sualı verəni düşünəydim. Nəysə, bu sana seviyədə qabağınıza çıxmayacaq. Yəni kim sizin boğazınızdan tutub, davay bizə 9 çıxarsın x kvadrat deməyəcək. 9 x qalır deyə bilərik. Deyə bilərik, amma heç də, amma yəni Heç, yəni bu sən- boyda uzun sualı sənə tutub deməyəcək, davay de. Davay de. Çünki insan tətbiq Ondan sonra bu videonun Bəli. burada axırına gələk. Sil. Mən bunu YouTube atacağam. Ha bunu YouTube'a.
Kısaca bu şagirdimiz artıq bu misalı həll elədiyi üçün biz ona mangal dedik. Oo. Sizin mangal set ya, bizim mangal set. Acımasız yaşam yeterince büyüdük. Hevesten vazgeçe kadar bıktım at babadan.